Bugün sizinlə bu cümləni ingilis dilinə tərcümə edəcəyik. Məktəbin arxasında bir kitab mağazası var. Mən kitab almaq üçün həmişə ora gedirəm. Gəlin ilk olaraq sözlərin ingilis dilində tərcüməsinə baxaq görək nədir. Məktəb sözü ingilis dilində school. Məktəbin arxası, yəni hər hansısa bir obyektin arxası deyilsə bu olacaq behind. Kitab mağazası olacaq bookstore. Baxın burada bir kitab mağazası dediyimiz üçün olacaq burada article ilə. Var ifadəsi ingilis dilində there is, there olaraq qeyd olunur. Biz burada kitab mağazasının, yəni hər hansısa bir dənə kitab mağazasının danışdığımız üçün, yəni və onda article-ına verdiyimiz üçün burada olacaq there is. There olmayacaq. Daha sonra mən, I, kitab, book, almaq, buy, həmişə, always, ora, there, gedirəm, getmək feili isə go olaraq tərcümə edilir. Deməli, nə oldu? Məktəbin arxasında bir kitab mağazası var. Mən kitab almaq üçün ora gedirəm. İndi gəlin bu cümləni ingilis dilinə tərcümə edək. Birinci cümləmizə başlayacağıq there is-lə. Çünki xəbərlə başlamalıyıq. There is, nə var? Kitab mağazası var. E-book shop. Harada var? Məktəbin arxasında behind the school. Burada niyə Z ifadəsi işlətdik? Çünki söhbət hər hansı məktəbdən getmir. Bilirsiniz ki, ingilis dilində Z müəyyənlik artiklıdır. Yəni bizim bəhs etdiyimiz həmin məktəbdən söhbət gedir ki, hansı ki onun arxasında var? Kitab mağazası var. Ona görə biz burada Z artiklından istifadə elədik. Və burada da kitab mağazası təkdə olduğu üçün bookshop, yəni bir kitab mağazası var dediyimiz üçün burada E artiklından istifadə elədik. Daha sonra cümlənin ardını yazaq. Mən kitab almaq üçün I always go. Mən gedirəm. I always go. Hara gedirəm? Ora gedirəm. There. Nə üçün gedirəm? Kitab almaq üçün. To buy books. Baxın uşaqlar, burada niyə books işlətdik? Niyə S qoyduq? Çünki o bir kitab almaq üçün getmir. Davamlı olaraq nə vaxt kitab almaq istəsə, çoxlu, yəni müəyyən ümumi bir anlayış olduğu üçün biz burada S sonluğu əlavə elədik book isminin sonuna. Çünki mən bir dəfə getmirəm, dəfələrlə gedirəm və hər dəfə getdikcə bir kitab alıramsa çox kitab alıram və yaxud hər dəfə gedəndə neçə kitab aldığım məlum deyil, çox kitab alıram, eləmi? Ona görə books deyəcəm. Çünki ümumi bir anlayışdır. Kitablar almaq üçün gedirəm. Yəni istənilən 1 də ola bilər, 5 də ola bilər, 10 da ola bilər və s. Deməli cümləmiz necə oldu? There is a bookshop behind the school. I always go there to buy books. Aydındır uşaqlar? İndi isə kommentlərdə siz zəhmət olmasa bu cümləni ingilis dilinə tərcümə edin. Bizim universitetin yaxınlığında bir kitabxana var. Mən ora gedəndə özümü çox yaxşı hiss edirəm. Buyurun.